Qazax rayonunda isə partlayış olub, dəhşətli hadisə zamanı 2 nəfər ağır bədən xəsarətləri alıb. Partlayışa səbəb nə olub? Hadisənin təfərrüatlarını təqdim edəcəyimiz sujetdə öyrənəcəyik. Hadisə bugün günorta saatlarında Qazax rayonunun Heydər Əliyev prospekti ilə Molla Pənah Vaqif küçələrinin kəsişməsində yerləşən yaşayış binasında qeydə alınıb. Qonşuların sözlərinə görə mənzilə daxil olan ev sahibi 50 yaşlı İradə Əsgərova qaz torbasını yandırdıqdan sonra partlayış baş verib. Partlayışın təsirindən qonşu evlərə və mağazaya da zərər dəyib. Partlayışın təsirindən evin pəncərəsi 20 metr kənara düşüb. Qonşudur, qonşu gəlib evə, şəhərdə yaşayırmış. Gəlib evə istəyib ki, qazı yandıra da, istilik istəyib də, üstünə partlayış baş veribdir. Bizim evə də zərər dəyibdir. Yəni demək olar ki, ara qonşu ilə bizim aramızda ara kəsmək uçub demək olar ki, təmiz evin içinə çıxıb. Mağazada heç nə əsər əlamət yox demək olar ki, mağazada da. Evdə də, mağazada. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsinin qüvvələri cəlb olunub. 50 kvadrat metr sahəsi olan fərdi yaşayış evində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Partlayış nəticəsində evdə olan 2 nəfər ev sahibi İradə Əsgərova və Miladə Əsgərova ağır bədən xəsarətləri alıb. Yaralılar Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 6 yanvar 2026-cı il tarixində saat 15:00 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Qazax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 1975-ci il təvəllüdlü şəxsə sol mil sümüyünün aşağı 1/3-nin sınığı və gövdənin 1-ci dərəcəli termiki yanığı, 1974-cü il təvəllüdlü şəxsə isə hər iki diz qapağının səthi travması və sol əlinin ovuc səhətinin sıyrılmış, cızılmış yarası diaqnozu təyin edilib. Hazırda pasientlərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Əraziyə Hüquq Mühafizə İdarəsinin əməkdaşları, eləcə də rayon icra hakimiyyəti baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır. Vasif Vaqifoğlu, Diana Cəlali, Rəşid Əli İskəndərov, Space xəbər, Qazax.